azad hüquqi cəmiyyət uğrunda mübarizə aparan bütün partiya nümayəndələrinə, Amnesty International, BMT nümayəndələrinə, Dünya Demokratiyasının lokomotivi olan ABŞ səfirliyinə, ABŞ departamentinə, şəxsən cənab Prezident Obamaya, bütün dünya Azərbaycanlılarına, bütün səfirliklərə, bütün beynəlxalq qurumlara, Avropa Şurasına, London İnsan Hüquqları Müdafiə Komitəsinə, qeyri-hökumət təşkilatlarına yenidən müraciət edib, məni kimi ziyalı, siyasi məhbuslara, ailəmizə olan real təhlükəyə qarşı müdafiə köməyə məhkəməyə çağırıram. Onları dəvət edirəm. Bundan ikinci dəfədir dəvət edirəm. Yadınıza salım ki, siyasi əqidəmə görə mənim 1986-cı ildən sədri olduğum Şah İsmail Xətai Demokratik Partiyasını ləkələmək üçün siyasi sifarişlə Bandadel tərəfindən uğurlanaraq, vəhşicəsinə, faşistcəsinə döyülərək, dırnaqlarım sındırılaraq, şərlənərək 29 may 2013-cü ildə əsassız, qanunsuz həbs olunmuşam. 6 oktyabr 2014-cü ildən Ağır Cinayətlər Məhkəməsində, daha doğrusu Ağır Cinayətlər Saxta Məhkəmədə mahir sifariş icra ustası, Bandadel kimi banditlərin vəzifə cinayətlərini örtbasdır edən, vəkillik edən, vicdanı susmuş hakim Azər Orucovun sədrliyi ilə saxta məhkəmə prosesi gedir. Kişi qeyrətli yaşlı xanımlar, şahidlər ifadə verərək Bandadelin Reket şöbəsinin rəisi General Mirqafların qardaşı oğlu Reket Yori Səyid Seydovun necə evimizə, qonşuların gözü qabağında narkotik attığını, onun quldur dəstəsinin məni vəhşicəsinə vurmaqlarını ifşa etdilər. Çox maraqlıdır ki, güya müsəlman olan General Mirqafar, narkotik alveri ilə məşğul olan, Dubaya fahişə reisinə başçılıq eləyən Mirqafar, 40 illik siyasi fəaliyyətimə mükafat olaraq cibimə, evimə 15 qram narkotik attırır. Vəhşicəsinə döyüb dırnaqlarımı çıxardır, şikəst edir, sol tərəfli paraliz edir. Amma Xristiyan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Miziya, ATƏT-in nümayəndəsi Raman mənə yardım edir. Ədliyyə Nazirliyin naziri Fikrət Məmmədovun köməkliyi ilə ona çox minnətdarımı bildirirəm yeri gəlmişkən. Məni müalicə müəssisəsinə köçürürlər. Hansı ki 6 ay mən paraliz vəziyyətində müalicəsiz, dərmansız, tibbi müdafiəsiz qaldım Kürdəxanada. Məhkəməyə Fikrət Məmmədov araşdırıb döyülmə faktını tam sübut eləyən arayış təqdim edir. Amma Azər Orucov Bandadeli ifşa edən 102 xidmətinin müşahidə kameralarının görüntülərini məhkəmədə nümayiş etdirmək istəmir. 22 dənə real çox əhəmiyyətli Səyid Səyidovu və onun quldur dəstəsini tam ifşa edib, bu işin siyasi şərləmə olduğunu sübut edən vəsadətlərimin heç birini hakim qəbul etmək istəmir. Şahidlərə təzdiq edir, çaşdırıcı suallar verir, yersiz bir həftəlik fasilələr elan edir. Müstəqil media işçilərinin bu məhkəmədə iştirakı gələcək nəsillər üçün pretendent rol oynaya biləcək bir təcrübə verə bilərdi. Çox təəssüflər olsun ki, bu imkandan çox az media nümayəndələri istifadə edir. Mən onlardan açığı çox şey gözləyirdim. Xatırladıram ki, 1986-cı ildən adım KGB-nin qara siyasına düşüb. Ömrüm boyu təqiblərə, təzyiqlərə məruz qalmışam. Elə bir il olmayıb ki, provokasiyalara, təqiblərə, şərləmələrə məruz qalmayım. 1986-cı ildə antisovet və müstəqil vahid Azərbaycan təbliğatına görə 26-lar rayonu, indiki Səbahi rayonu məhkəməsində mənim məhkəməm oldu. Erməni Daşnaq Partiyasının Azərbaycan üzrə koordinatoru Yefremyanı vurdığıma görə mənə güllələmə verilmişdi. Ancaq beynəlxalq ictimai təşkilatların köməkliyi ilə hüquqşünas olduğuma görə, həkim olduğuma görə, İngilis dilini bildiyimə görə mən qələbə çaldım. 1986-cı ildə Kremlin KGB-nin qabağında bağışlayın, bu Bandadelin masajından sonra, presindən sonra bütün bədənimdə hamısı
xəsarətlərdən qalma fəsadlar var, ona görə hərdən öskürürəm. 86-cı ildə Kremlin KGB-nin qarşısında xətaçılar etiraz əlaməti olaraq Sovet pasportlarını cırıb attılar. 1988-ci ildə Əbülfəz bəy, İsa bəy, Leyla Yunus və Sarələrlə mən Şuşadan müvəqqəti Qarabağ komendatına erməniləri gizlicə silahlandıran Volsko'ya ultimatum verdik. 1990-cı ildə Tehranda 12 fevralda İran inqilabının ilk dönümündə 20 yanvar şəhidlərinin şəkillərini tribunadan Səfərəy Vahid Azərbaycan şüarını səsləndirdim. Və Qarbaçovu lələtləyib, onun Rus xalqının deyil, Rus şovinistlərinin başda Qarbaçovun Azərbaycanın düşməni olduğunu Türk qardaşlarımıza çatdırdım, İran türklərinə. Amma az qalmışdı ki, bu çıxışıma görə məni dar ağacını assınlar. Məcbur olub Ankara'ya qaçdım. Orada Türk xalqını köməyə səslədim. Anadolu türkləri ilə Ankara, Qazantepe türkləri bir yerdə bizim xətayəçilər 20 yanvar faciəsinin fotolarını hər tərəfə yaydı. 2008-ci ildə kiçik oğlum Bəxtiyar Piçkorsk şəhərində universitetdə oxuyurdu. Orada hüquq mühafizə orqanlarında işləyən ermənilər biləndən sonra ki, bu mənim oğlumdur. Onlar onu həbs edib, milli ədavəti qızışdırmaqla ittiham irəli sürərək 6 ay məşhur Belirli bir həbs qalasında istintiq altında saxladılar. Amma Polad Bülbüloğlu, o vicdansız, heç bir Rusiyada yaşayan Azərbaycanlılara kömək eləməyən, orada yiyib içməklə məşğul olan, fahişələrlə keyf eləyən o Polad Bülbüloğlu heç bir Azərbaycanlı bizə kömək eləmədi. Məcbur olub öz gücümüzə ona advokatlıq eləyərək siyasi Azərbaycan məhbuslarını erməni hüquq işçilərin əlindən xilas edib Azərbaycana qaçırtdım. Azərbaycanın müstəqilliyi uğrunda milli hərəkatın və xəzinin əsasını qoyanlardan rəhmətli Xəlrıza, Xudu Məmmədov və başqalarından sonra yaşlı nəsildən tək mən qalmışam. Nə iqtidarda, nə müxalifətdə vəzifə uğrunda, var dövlət qazanma uğrunda çarpışmamışam. Heç bir ticarət obyektim, biznesim, villam, maşınım yoxdur. Ömrümün 40 ilini sözü nəsil mənasında biliyimi, elmimi, var yoxumu xalqa sərf eləmişəm. Vəzir olun, səhiyyə naziri olmaq və deputat olmaq sədəqəsini rədd etmişəm. Xalqım kimi köhnə, təmirsiz, müasir mebelsiz evdə kasıbiyyət yaşayıb 15 il işlədiyim Şamaşqı xəstəxanasında minlərlə ağır xəstələri, Nobel mükafatı gözləyən xəstəliklərdən pulsuz, təmənnasız müalicə etmişəm. Qarabağda könüllü xətayçilərdən müxtəlif bölgələrdə öz gücümüzə silah alıb, düşmənlə vuruşmuşuq. Amma bizi tərk silah eləyib kim? Özümüzünkilər, Vəzirov kimi satqınlar və ona uyğun partokratlar. Məhz buna görə də təmiz adımı ləkələmək üçün siyasi sifarişlə Bandacil tərəfindən küçədən uğurlanılaraq, vəhşicəsinə döyülərək, dırnağım sındırılaraq şikəstə çevrilmiş 29 may 2013-cü ildə əsassız, qanunsuz həbs olunmuşam. 6 dekabr 2014-cü ildən Ağır Cinayətlər Məhkəməsində mahir sifariş icraçısı, Bandacil kimi banditlərin vəzifə cinayətlərini örtbasdır edən, onlara vəkillik edən, vicdanı susmuş hakim Azər Orucovun sədrliyi ilə saxta məhkəmə Santa Barbara prosesi gedir. Onlar əvvəl məni fahişələrlə şərləmək istəyiblər, amma hətta onların da vicdanı buna yol verməyib. Bunu sübut edən faktı video yazını sizə təqdim edirəm. Bandacil nəhayət xəyalətimdə qeyri, qanunu heç nə tapmayıb, məni artıq milli maddə adı da almış narkotiklə şərləmişlər. Saxta hal şahidləri, Göradizdən olan dana oğrusu, narkoman, erməninin kirvəsi Dərgah Quyev və Bülbülədən olan Pozun bacısı ilə, gözü görənlə, narkoman olduğu, anası utandığından başını polis gedən reisin üstünə qoyub intihar etmiş ağamoğlanın vasitəsilə məni şərlədilər. Bandacilin sifarişi ilə bunlar onlarla vicdanlı adamların üzünə
duraraq onları məhv etmişlər. Biz məhkəməyə 22'ye yakın bu hal şahitlərinin, daha doğrusu narkoşaların vicdanlı adamların üzerine durarak onları məhv etmesi barəsində sənədləri təqdim elədik. Bu şərləmədə fırıldaqlardan əl çəkməyən məşhur fırıldaqçı, onlar haqqında dəqiq məlumatım olan Patamdartda Falabaxan ofisi açmış, akademiyanın əmlakını mənimsəmiş Paparoza, qondarma akademik, teleulduz, Nizami Süleymanov və narkoman, güya dini fanatik, əslində bandicilin iş verənləri fəal iştirak etmişlər. Bandicilin Rəkə şöbəsinin rəisi Reketiyori, Milqafarın yaxın qohumu, əsl narkoman Səid Seyidovu və onun quldur dəstəsini narkotikaya görə tibbi müayinə ilə yoxlamaq lazımdır. Bunlar əsl narkoman, 10.000 manatı 1 manata döndürən, əsl cinayətkarları, narkobalanları, narkomanları ən azı 30.000, 100.000, 200.000'e bırakan polis mundirini quldur mundirinə çevirən parazitlərdir. Belə üzdən İraq polislər bütün hüquq mühafizə orqanlarındakı vicdanlı insanlara ləkədir. Polis mayoru 7 kilogram heroinlə tutulur. Rayon məhkəməsi baxır. 120 manat verib bıraxılır. Amma mən 15 gram heroinlə şərləyirlər. Ağır cinayətlər məhkəməsi baxır. Baş prokurorun birinci muavini baxır. Rüstəm Usubov hansı ki 20 yıl qonşumdur. Məgər Rüstəm Usubov məni tanımır? Məgər prezidentin baş pamoşniki Əli Əsədov 20 il məndən qonşuluqda bilmir ki, mən nə yulanmışıyam? Və yaxud üzbəyiz 5 nömrəli Binəqədi polis şöbəsində işləyən Cavanşir Qurbanov bilmir ki, mən kiməm? Bilirsiniz, mən elə onu izah edirəm sizə ki, mən bütün media, o müstəqil media nümayəndələrinə, bütün partiya üzvlərinə mən müraciət elədim. Çox az miqdarda onlardan nümayəndələr gəldi. Mən də çıxışımında burada hamısını aydınlaşdıracağım mən sizə. Mənim bu dəli olduğum yerdə hamının cinayəti var. Amma bunların cəzaları 3 qat şirdilib. Əsl pullu cinayətkarlar pulla zindanlarda keyf eləyir, özlərinə şərait yaradır, amma yenə kasıb, küsub, qalır şirdilmiş bu cəzalarla ömrünü çürütməyə. Qaldı ki, siyasi məhbus adını necə uzlaşdırırlar, mən buna təəccüb qalmışam. Bəzi cavanlar heç anlamadan ki, xalq hərəkatı nədir, azadlıq, insan hüquqlarında mübarizə nədir, yığışıb yerli yersiz piket edərək, sonradan polislərin dubinka zərbələrini gözləyərək və nədənsə həmin anda hər rakuslardan özlərini fotosesiya eləyərək əsas momenti başına, bədəninə dubinka dəyən epizodu çəkdirib və sonradan internet şəbəkələrinə yerləşdirir. Sonradan xaricə qaçaraq, vətəni tərk edərək siyasi sığınacaq istəyib, 1000 euro sədəqəsini alaraq özünü siyasi məhbus kimi qələmə verir. Və bəzi media nümayəndələri də bunu işıqlandırır. Ancaq bu vətən eşqi deyil, bu əsl saxtakarlıqdır və şəxsi mənafiyə güdməkdir. Və ya zərrə qədər xalqa xeyri olmayan, xidməti olmayan bəzi dələduzlar hər hansı situasiyadan məharətlə istifadə edərək ancaq özünə və ailəsinə xeyir güdənlər ciblərini doldurur, pul özünü reklam etdirib ulduza çevirirlər, vəzifələrə gedirlər, deputat olurlar. Bəzi müxalifət liderlərinin də bir-biri ilə şəxsi ədavətləri, intriqaları, böhtanlar atması bir-birinə, saxta faktlarla şərləmələri, foto və video kliplər çəkərək özlərini pulla reklam edib, məşhur olmaq cəhdləri. Budur azadlıq mübarizəsi. Biz beləncə hara gedə bilərik və nə əldə edə bilərik? Bəzi sonradan əmələ gələn güya müxalifətçilər xarici qrantlara söykənərək elə bəyanatlar verirlər ki, güya milli azadlıq hərəkatını bunlar başlayıb, bunlar qurub, hansı ki çoxsa o vaxt anadan olmamışdı və ya heç hərəkatın havasını duymayıb. Heç bir stajı olmayanların bəyanatlarını, fotoşəkillərini görürəm. Gənclərdən inciməyə haqqım yoxdur. Çünki bəziləri kimi 40 yıl siyasi stajım olsa da, hələ Sovet dövründən indiyə kimi özümü, ailəmi, həyatımı təhlükə qarşısına qoyaraq vətənə, millətimə görə azadlıq yolunda
canımdan kesmeye, her an, her saniye belə kesmeye hazır olsam da özümü reklam eləməmişəm. Nə iktidarda, nə müxalifətdə, vəzifədə olmamışam. Varlanmağa can atmamışam. Kasıb bir həyat yaşamışam öz bədbaxt xalqım kimi. Amma klasik siyasi mübarizələrin, partiyaların, media nümayəndələrinin, hökumət təşkilatları mənə qarşı bu soyuq və yad münasibətlərini başa düşə bilmirəm. Onlar ki, mənə yaxşı tanıyırlar. Hansı bir partiya ictimai qurum mənim kimi yaşlı siyasi məhbusların yanına gəlib və ya ailələrinə mənəvi, maddi yardım edib. Hansı ki, birinci bizlər bağır, lakin şərəfli azadlıq yolunun əsasını qoyduq. Xalq cəbhəsini təşkil elədik. Ailəmizlə bir yerdə dəfələrlə ölümlə üzləşdik. Görünür 40 illik siyasi fəaliyyətim 15 qram heroinlə və vəhşicəsinə döyülməyimlə, dırnaqlarımı sındırmağı ilə, şikəstə çevrilməyimlə, əsl cinayətkarların, narkomaların içine atılmağımla mükafatlandırır. Budur da, onda belə çıxır ki, mənim mükafatım elə bu qədər 40 illik siyasi stajın mükafatı budur. Mən sizə deyim, çox cəsarətli qızlar, media nümayəndələri gəlirlər. Bəzi faktları bizdən götürürlər, ailəmdən götürürlər. Bir-iki deyirlər, araşdırırıq, sonra da yoxa çıxırlar, erməni variantından istifadə edirlər. Deyirlər ki, bəzən də deyirlər ki, redaktorlar icazə vermir. Və yaxud deyirlər ki, dövlətlə dövlətçilik eləyəcək. Mən başa düşmədim, bandacıl dövlətdir. Bu quldur yuvasıdır. Quldur yuvasını dağıtmaq lazımdır. Quldur yuvasını dağıtmaq üçün də bütün mütərəqqi qüvvələr, demokratik qüvvələr birləşməliyik. Mən bütün partiyaları, sətrikləri, bütün əsl müstəqil media nümayəndələrini real təhlükə qarşısında qalmış, ailəmi müdafiə etməyə, kömək etməyə, məhkəməyə gəlib bu saxta məhkəməni ifşa etməyə dəvət etsəm də çox az sayda media nümayəndələri gəlirlər. Aləm qarışıb, məsələ bitib. Bir də görürsən ki, jurnalistikadan heç xəbər olmayan, heç ali təhsil olmayan, dünənki uşaq hərəsi bir notebook götürüb, olublar jurnalist. Bəziləri də özünü gözə soxub elə şeylərdən yazırlar ki, heç bunun azadlığa, demokratiya dəxli yoxdur. Onu da deyəcəm, açıqlayacağım sizə. Yəni ki, hamıdan mən inciməmişəm. Birinci ilə sizin özünüzə çox minnətdaram. İndi mən deyəcəm bu dəqiqə. Əgər icazə verirseniz, mən biraz geniş danışardım. Mən deməyim odur ki, əsas məsələ bizim tələbimiz nədir? Ümumi tələbimiz budur ki, qanun şah olmalıdır, şah qanun olmalı deyil. Qanunu pozan hər bir bandacı kimi faşist qurumuna, Tahir İsmailov kimi rüşvətxor prokurorlara, qeyri-müstəqil o hakimlərə, bunlara qarşı biz hamı bir yerdə yığışıb, bir yumruq kimi birləşməliyik və bunları ifşa eləməliyik. Yoxsa bunlar bandacıldan qorxurlar. Azadlıq yolu elə bir yoldur ki, gərək Allahdan başqa heç kimdən qorxmayasan, əgər sən düzsənsə. Əgər doğrudan da xalqının yaxşı yaşamasını istəyirsənsə, doğrudan da hüquqi dövlət qurmaq istəyirsənsə, burada birbaşa ölümün gözünə dik baxmaq lazımdır. Çünki Allah bizimlədir. Gəzləri haradasa bağışlaya bilərəm. Çünki, necə deyərlər, onlar hələ cavandılar, onlar hələ biz fəaliyyətə başlayanda heç anadan olmamışdılar. Bəs mənim indi Milli Azadlıq Hərəkatının öncülləri, xalq cəbhəsinin əsasını qoyan klassiklər niyə susur? Deyir, roman yerdən küsəllər. Heç Allahın müdafiə komitəsində yer atmadılar. Hansı ki, İskəndər Həmid o həbsdə olanda qapı-qapı düşüb onun müdafiəsinə komitə yaratmaqda böyük rol oynadım. Ailəmiz sarsızı şokda olanda, kiçik oğlum xifətdən 15 gün az qalıb qan qusanda, qapımızı heç kim döyüb, nə maddi, nə mənəvi yardım etmədi. Emin oğlum hamıya çağırış etdi ki, qardaşım qan qusur, dərman lazımdır. Bandacıl atamı dəhşətli işgəncələrə məruz qoyub və davam eləyir. Ailəmizə mənə qarşı təzyiq var. Onu deyim ki, 20 iyul 2013-cü ildə bandacılın Nizami Süleymanovun, narkoman Azər Cəfərovun göndərdiyi 3 nəfər idmançı görünüşlü qoçular tapançanın və bıçağın dəstəyi ilə, yumruqla, təti ilə deməli, oğluma, böyük oğluma. Deməli, o küvarımını vəhşicəsinə döyüblər, xəsarətlər yetiriblər. Hansı ki, bu uşaq mənə və bir saylı dispanseridə yatan qan qusan qardaşına dərman və yemək aparırdım, iş yazı uşaq. Buna xəsarət yetiriblər, Emil huşsuz vəziyyətdə 4-5 saat qalıb. Təsadüfən yoldan keçən insanlar təcili yardım çağırırlar. Emil də 5 saylı bir nəqədə polis bölməsinə, prokurorun özünə, şəxsən özünə şikayət eləyib.
yazılı surətdə məhkəmə ekspertizasından keçib. İndiyə qədər deməli bu silah gəzdirən qoçular Demokratik Respublikada asıda gəzir. Amma bunlar belə biz tapa bilmirik. Müstəntiq Elşən Qarayev, prokurorun özü, təzə gəldi prokuror. Dediyinə görə deyir ki, biz axtarırıq amma tapa bilmirik. 2014-cü ildir. Yəni həmişəki kimi əmrinə davam edir. Bizi ölümlə hədələyən, evimizə hücum edən narkoman Azər Cəfərov, Nizami Süleymanov himayədarlığı ilə ANS-də mənə təhqir edir. Amma polis, prokuror 2008-ci ildən onu tapa bilmir. Gülməli məhfumdur. Amma mənim ehtimala əsaslanıb seçkilərə mane ola bilərəm ehtimalı ilə 2 narkoman bomb ilə şahid tutub cibindən girayın atıb həbs edirlər. Budur demokratiya. Keçmə belə demokratiyadan. Bəziləri mənə sual edirlər ki, siyasi fəaliyyətiniz nədən ibarətdir? Onlara deyirəm ki, ay belə jurnalistlər, siz uşaq vaxtı qarşılıqda oturanda mən Moskvanın KGB-sinin qarşımda etiraz mitinq edirdim və könüllü xətayçı döyüşçülərimlə Qarabağda vuruşurdum. Bəzi cəsarətli, qeyrətli qızlar ki var, bizdəki faktları deyirəm də götürürlər, yazırlar. Amma sonra görürsə ki, bir ay ikən səsləmir çıxmır. Deyirlər, redaktorumuz icazə vermir. Ay baş redaktorlar, sizə üst tuturam, səbəbini bilmək istəyirəm. Yazmırsınız, əcəb edirsiniz. Lakin əsas böyük Allahın hökmüdür. Əgər mediaçiləri ailə üzvlərimdən bizdə olan faktları, yazıları alandan 1-2 ay sonra deməli araşdırır, amma son məqamda səbəbsiz erməni variantı işlədə də heç bir yazmırsa, deməli bu hansı məhkəmə qulluq edir, aydındır. Məhkəməyə gələcəyini deyir, amma gəlmir, müdafiəyə qalxmırlar. Budur mənim 40 illik deməli siyasi fəaliyyətimin zəhmətin bərəsi. Axı bu işlər sizin də başınıza gələ bilər. Mən də başa düşürəm ki, səbəbi nədir? Mən 15 il Samaşka xəstəxanasında həkim işləmişəm. Minlərlə ağır xəstələri namusum and olsun deyirəm. Pulsuz mağaza eləyib xalqı soyub varlanmamışam. Əksinə, nə iqtidarda, nə müxalifətdə də vəzifə uğrunda varlama uğrunda heç vaxt vuruşmamışam. Əksinə KGB tərəfindən işdən çıxarılmışam. Mənfur Qarbaçovdan güllələmə əmr almışam. Ailəmin boğazını kəsib kasıblara, xəstələrə kömək etmişəm. Sən demə, bəzi media nümayəndələri məndən pul umurlarmış, mən də başa düşmürəm. Bəziləri də siyasi qısqancılıqdan yazmırlar, ehtiyatlanırlar. Lakin az da olsa vicdanlı insanlar var. Onlardan üzrə demək olmasın, biri sizi mən çox qiymətləndirirəm. Oğul Emin Bandacılı çağıranda bəzi obyektiv media nümayəndələrinin təmənnasız yazıları əsl müstəqil medianın simvolu idi. Bu mənim üçün can verən xəstəyə oksigen vermək kimi bir şey idi. Mən özümü tənha hiss etmədim artıq. Hiss edim ki, azadlıq yolunda qan qardaşlarım var, bacılarım var. İlham bəy, bir də sizin şəxsən sizə minnətdaram ki, təmənnasız, öz qızıl vaxtınızdan ayrı vicdanınız susmayıb. Video reportaj hazırlamışsınız. Sizə qardaşlıq təşəkkürümü bildirirəm. Allah sizi kimi yenə deyirəm, media işçilərinin canı sağ eləsin. Məhkəməyə deyim də sizə. Məhkəməyə gəlmişdi o kişi qeyrətli bir qadın var. Klasik Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl xanım Bayramlı. Ondan sonra həmin partiyanın sədr müavini Xəzər bəy. Nəhayət gəlməsə də həm cəbhə, həm dindar qardaşım Klasik Xalq Cəbhəsinin partiyasının sədri Mir Mahlud bəy. O qəzeti vasitəsilə çox sağ olsun. Mənə dəstəklədiyini bildirdi. Müsavat Partiyasının sədri İsa bəy də gəlməsə, yenə də Müsavat qəzetində az da olsa məqalə verdi. Yəni, bu jurnalistlərin obyektiv cəsarətli yazıları, reportajları siyasi məhbuslar üçün, bütün cəmiyyət üçün həyata əhəmiyyət daşıyır. Mənəvi qida verir. Azadlıq yolunda bandacı kimi banditlərlə vuruşmalı güc verir, ruh verir. Mən yenə də hamını köməyə, müdafiə çağırıram. Amma təkrar edirəm, çox az adamlar, partiyaları, media nümayəndələri səsimə səs verir. Növbəti məhkəmə prosesi 29-unda olacaq, bu ayın 29-unda olacaq. Özdəki çox əhəmiyyət kəsb eləyir. Və demək istəyirəm ki, bu hüquqi demokratik cəmiyyət uğrunda, insanlar hüquqların müdafiəsi uğrunda, bandacı kimi quldur yuvalarını dağıtmaq uğrunda, rüşvətxor prokuror və hakimləri ifşa etmək uğrunda, ölkəmizin müstəqilliyinin təhlükə altında olan bir vaxtda hamını, bütün partiyaları,
siyasi qurumları, şəxsi mənafirlərini güdməyi, intriqları, liderbazlığı kənara tuşlayıb müstəqilimizi qorumaq üçün milli birliyə çağırıram. O bir el gücü, sel gücü deyirlər. Biz bunu 1988-ci ildə sınaqdan çıxartdıq. Və düzdür, tam da olmasa qələbə çaldıq. Mən ha belə yeri gəlmişkən prezident aparatının hüquq şöbəsinə, bütün hüquq mühafizə orqanlarına, MTN-ə, dinə, baş prokurorluğa müraciət edib deyirəm ki, Bandacılın bu faşist işgəncələrinə, şərləmələrinə hüquqi qiymət versinlər. Məgər 20 illik qonşum Rüstəm Usubov və ya qapı bir qonşum 5 nömrəli polis bölməsinin zabiti Cavanşir Qurbanov heç bir yoxlama aparmadan Bandacılın siyasi sifarişlərini yetirən vicdansız prokuror Tahir İsmailov bilmirlər ki, mənim narkotika ləqəm yoxdur. Onların vicdan necə yol verdi ki, məni kimi ziyalını yaxşı tanıya Gestapo kimi bir vəhşi bir quldurların əllərinə verdilər, vəhşicəsinə döyüb dırnaqlarımı çıxartdılar. Mən ilk gündən Səid Seyidovu tələb edirəm ki, vəsatətlərimdən biri də odur ki, generalın bacısı oğlu Səid Seyidov narkomandır, Reket şöbəsi müdürü özü də ki, fahişəxana saxlayır və mütləq məhkəməyə gəlməlidir və vəzifə cinayəti üzrə cinayət işi açılmalıdır. Ümumiyyətlə, bandit Adilin xalqlar ocağına qiymət qoyub, Zakazadillə deyirlər. Bu quldur yuvası darmadağın edilməlidir. Bu bizim xalqımıza, dövlətimizə, hökumətimizə, o vicdanlı hüquq mühafizə orqanlarına böyük ləkədir. Bu xalqımız üçün bir quldur yuvasıdır. Mən yenə də bütün o müstəqil, o obyektiv media nümayəndələrini, bütün sətirlikləri, bütün nə qədər ki demokratiyanı müdafiə edən bütün qurumları mən müdafiə çağırıram. Yeri gəlmişkən bu dəqiqə dörd bir tərəfdən ölkəmizi təhlükə gözləyir. Mən bütün partiyalara, Azərbaycan xalqına müraciət edirəm ki, biz belə bir vaxtda mütləq Avropa Birliyinə üzv olmağa can atmalıyıq və Türkiyə ilə federativ əsasda müstəqil bir federasiya yaratmalıyıq. Gələcəkdə isə bura İran qoşulmalı və Orta Asiya Türk dövlətləri qoşularaq böyük bir Türk dövlətləri federasiyası yaratmaq lazımdır. Çünki Türkiyə NATO blokunun üzvüdür. NATO blokunun üzvü olduğuna görə Putin necə ki istəyir ki, SSR-ni bərpa eləsin, Azərbaycana girməyə cəsarət eləməyəcək. Biz buna gecikə bilərik. Ölkəmiz təzədən Rusiya tərəfindən, Rus imperialistləri tərəfindən işğal oluna bilər. Qan bahasına qazandığımız müstəqilliyimizi itirə bilərik. Ona görə mən təklif edirəm ki, təcili sürətdə bütün partiyalar, bütün xalqımız referendum keçirsin və bu məsələni referendumda həll eləsinlər. Yaşasın böyük vahid demokratik Azərbaycan, heç bir səbəb təqdim etmədən, vəhşicəsinə qandallanaraq, deməli, oğranıb Səid Seyidov və onun 12 dənə quldur dəstəsi tərəfindən oğranıb aparırlar məni Bandacılə. İlk vəsatətlərim ilk gündən bu günə qədər, hansı ki təmin edəməyib, orada 4 dənə 102 xidmətin müşahidə kameraları var. Məhkəməyə təqdim edir ki, onları araşdır. Məhkəmə bunları qəbul edib araşdırmayıb bu günə qədər. Burada açıq-aşkar görünəcək ki, Səid Seyidov da orada, Rövşən kimi quldurlardır, Ceyhun kimi. Onlar mənə tuturlar, vəhşicəsinə qandallayıb, küçənin ortasında cani kimi aparırlar. Amma onlar güya yazıblar ki, özləri ki, mən adımdan, güya biz yaxınlaşmışıq, mənə yaxınlaşıblar, mədəni sürətdə özlərini təqdim ediblər, sənət təqdim edirlər. Mən də demişəm ki, deyirlər ki, sizdə narkotik var, mən cibimdən çıxartmışam, göstərirəm ki, bəli, məndə var. Mən də deyirəm, cənab hakim, əgər o görüntüləri göstərin, əgər elədirsə, elə çıxsa, Səid deyən kimi, Emil Səfərov, özdə Səidin adını çıxardıblar, Emil Səfərov yazıblar, o atxod olacaq da gün sabah, onu qəsd edirlər, bilirlər ki, gün sabah Səidin adı hallanacaq. Deyirəm, əgər onlar deyəndirsə, mən 20 il ömrü həbs cəzasına yatmağa hazıram, ancaq mən deyən həqiqət çıxacaq üzrə, onunla bütün o bandacıl hamısı yatmalıdır. Vəzifə cinayəti baş verib. Özdə ki, bunlar mütəşəkkil bir qrupdadır. Yəni burada o Dərmanov rayonunun məhkəmələri iştirak edirlər. Heç bir cinayət təqibi aparmadan, cinayət işi aparmadan 9
versiya verirlər. Evet. Şahidlər deməli sağ olsunlar, yaşlı xanımlar idi. Nə qədər o Oruz ofisindən partlayırdı, təqib elədi bunlara, çaşdırmaq istədi. Bunlar kişi qızı kimi sübut elədilər ifadələri ilə ki, Seyid Seyidovun quldur dəstəsi qonşuların gözü qabağında divanın üstünə narkotik attı. Və əlavə edib ki, bəli, bizim arxamızda yuxarılar dayanıb və istəsək 3-cü mərtəbədən tank da çıxarırıq. Heç kim sübut eləyə bilməz ki, bu deməli narkotik mən tullamışam. Bütün prokurorlar, hakimlər bizdən it kimi qorxur. İndiyə qədər olan bütün proseslər göstərir ki, doğrudan da prokuror, müstəntiqlər, prokurorlar, hakimlər bundan qorxur. Biz eşitmişik ki, prokuror polisin nəzarət orqanıdır. Amma burada tərsinədir. Deməli, bandacı polis orqanı baş prokurorluğa nəzarət eləyir. Təsəvvür edə gör, heç Angolada belə şey yoxdur. Bu hansı bir sistemadır, bu hansı bir demokratik qrupdur bu? Avropa konvensiyasına qoşulmuşuq. Orada da yazılıb, 125-ci maddədə dəqiq göstərilir. Zor işlətməklə, fiziki və psixi zor tətbiq etməklə əldə edilən sübutlar məhkəmə üçün sübut qəbul oluna bilməz. Və yaxud deyir ki, hər hansı bir sübut şübhə doğurursa, başqa bir sübutla o şübhələri dağıtmaq mümkün deyilsə, təqsirləndirilən şəxsin xeyrinə təfsir olunur. Bunu dünən də məhkəmədə mən dedim, hakim də mənə razılaşdı, prokuror da dedi ki, düz deyir də kişi. Prokuror dedi ki, mən bırakıram bunu, mən buna qarşı heç bir iddiam yoxdur. Ancaq o hakim sözünü desin. Hakim də getdi, məşvərət elədi ki, 29-unda yenə o sifarişi yerinə yetirməlidir axı. Hakim qalıb çıxılmaz vəziyyətdəki kör gördük. Bütün faktlar, şahidlər, bütün vəsadətlər hamısını qaldırsın. Tam ifşa olunacaq ki, bu bandacılığın siyasi sifarişlə şərləməsidir. Ona görə qalıb elə uzada, Santa Barbara. Ehtiyac olmadan da görsən ki, bir həftə, 10 gün fasilə. Santa Barbara serial çəkiriyor da qardaş. Burnumdan, qulağımdan, gözümdən qan gəldi. Üzr istəyirəm, silikdən, bağırsaqdan qan gəlir. Təngə nəfəs oluram. İnanırsınız ki, tam sağlam adam idim mən. Poliklinikadan da, ondan sonra bizim o idmançı qruplar vardı ki, zalda biz məşq edirdik günündə. Yaşımdan heç uyğun gəlməyən bir cavanlıq, bir idmanla məşğul idim mən. Deməli, araçlar da aparmışam ki, mən poliklinikadan, yaşayış yerimdən, işlədiyim klinikadan ki, mən tam sağlam olmuşam. Qonşular da orada sual verdim ki, mən evdən çıxanda 29-unda nə cürdür vəziyyətim? Dedilər, tam gümrah olmuşsan, tam sağlam olmuşsan. Gündə bizim qonşularla bir yerdə ən intensiv idmanla məşğul olmuşsan. Yəni, nə oldu? Mən bir həftənin içində belə bir 50'lə çevrildim. Təzliqim mən 100'ün 67, gəlib olub 200'ün 220'nin 130'a. Börəkdən, silikdən, bağırsaqdan qan gəlir. Hakimin yanında birinci məhkəmədə gözümdən qan gəldi. Mənə təmiz şikəst ediblər də. Bura bilsən faşist Gestapo elə bir quldur dəstəsi. Yaxşı yadıma salmışsınız. Bəzi xaricdən, xarici o grant verən, düzdə o donorlar ki bizə grant verirlər, onlara minnətdarlıq eləməliyik. Ancaq qoy eşitsinlər ki, İşgəncələrə qarşı mübarizə komitəsinin başında duran Elçin Behbudov kimilər xalqalladır. Ona oğlum da getdi müraciət elədi, özü də mənə şəxsən tanıyır. Nə gəlib mənə dəydi, nə bir o bandadildə, başa düşdüm ki, bandadildən ehtiyat eləyir. Bəs o Kürdaxanda olanda niyə gəlib dəymədi? Niyə bir məsələ qaldırım, niyə gəlib xəstələklərimə baxmadı? Amma sağ olsun Fikrət Məmmədov. Oradakı Qırmızı Xaç Cəmiyyəti, ondan sonra ATƏT-in nümayəndəsi, Miziyə, Roman, onlara müraciət edəndən sonra onlar müraciət edədilər Fikrət Məmmədova. Fikrət Məmmədov da Allah onun balasını saxlasın, məsələni qaldırdı, nəzarət altına aldı. Mənə köçürtdülər bu mərkəzi müəssisəyə. Hansı ki, ora köçmək 500 manatdır Kürdaxandan. Bir köpüsü köçürtdür ora. Amma yenə də bu dəqiqə buradakı həkimlərin bəziləri istəmirlər ki, diaqnozumu olduğu kimi yazsınlar. Yüngül yazmağa çalışırlar. Gözlə görünür ki, silikdə bütün qandır. Yazırlar ki, az miqdar qan var. Deyirəm, gözünüz kördür, nədir? Qeyri-rəsmi şərtdə deyirlər, qardaş, bandacıldır, prokuror Tahir İsmailov bizə təzyiq eləyir. Renginə göndərdilər, tomoqramla göndərdilər Samaşkiyə. Deməli, hər o döş qəfəsidir, ondan sonra mədə bağırsaqdır, baş hissəsində. Hərəsində heç olmasa 5-6 dənə silimka eləməyi əvəzinə hamısına 2 dənə silimka elədilər ki, birdən hər şey açıq aydın görünər. İti oğullarda
her şey aydın görünür ki 5'te başta böyük dəyişikliklər var. Sol gözün təmiz, 10% gözün deməli görmə qabiliyyəti. Kompüterlə diaqnoz qoydular. Sol gözün travması, şişə bənzər cismin zədələnməsi, travmatik zədələnməsi. Bəs nə oldu bu? Hardan əmələ gəldi? Heç onunla qoyaq qırağa. Bəs mən 6 aydır mərkəzi müəssisədə yatıram, qardaş. 6 aydır mən müalicə alıram, amma bugünə qədər düzəlmirəm. Bugünə qədər qan gəlir, təzyiq oynayır, qalxır, pristuplar baş verir. Bu hardan oldu? Əlbəttə ki, bandajinin bu presindən sonra oldu. Bunlar hamısı sübutdur da, zor işletmək faktını tam sübut edir. Bir gün bu dəqiqə 220, 230, 130'dur. Özdəki neçə dəfədə gəlirlər, demişim gəlin ölçün. Baş idarədən gəldilər, Ədliyyə Nazirinin baş idarəsindən. Baş tibb idarəsindən. Ölçdülər. Gözlərin qabağında üz istəyirəm, Siriyə getdim. Gördülər qıpqırmızı qandı. Bağırsaqdan gördülər qan gəlir. Yəni ki, tam sübut olunur, ancaq Azər Oruzov kimi o sifariş icraçıları hələ məşvərət keçir, hələ fikirləşir ki, bunu azad eləyək yoxsa yox. Heç bir iş görməyiblər. Bir dənə, əgər deməli, ATƏT-in nümayəndəsi deyirəm də, bir qırmızı xaç sağ olsunlar o Miziyanı, o xristiyanlar. Ondan sonra Roman sağ olsun ATƏT-in nümayəndəsi. Onlar olmasaydı mən çoxdan ölmüşdüm. Bu Fikret Məmmədov əgər məni oradan bura gətirməsəydim, mən orada Kürtəxanada mənə qəsd edib öldürmək istədilər hətta. Eşitdiyimə görə Azər Seyidov icazə verməyib, deyib ki, bunu zonda öldürərsiniz. Ondan sonra da bir söz deyim. Mən bu qulağıma çatıb artıq çatdırırlar da ki, bəs indi də oğlumu şərrəbə istəyirlər. Ona da nə bilim saxta puldan, fahişələri üzərinə duruzmaqdan, nə bilim gəlib bir çiyin vurub keçməklə bir söz atıb, onu şərrələmək istəyirlər. Maşınına kirayən zad atmaqla, nə bilim 100 dənə şey var. Artıq onu hədəf altına alırlar. Ona görə də bu iş hamının başına gələ bilər. Çünki bandajcel kimi belənçi quldur yuvasından belə mənfur insanlarda insanlar da düzgündür onları parazitlərdən hər şeyi gözləmək olar. Bu hər birimizin başına gələ bilər. Ona görə də biz bütün demokratik qüvvələr birləşməliyik. Biz nə deyirik qardaş? Biz deyirik ki, gedək silahlı üsyan eləyək. Biz deyirik ki, qanunun ali olmasını əlimizdə əsas eləyib. Qardaş, qeyri-qanuni hərəkətlərə qarşı mübarizə aparaq. Bir söz demirik ki, onu siz necə deyərlər, köməkli eləməlisiniz, çatdırmalısınız da onu o bütün demokratik qurumlara, xarici səfirliklərə, bunlara siz necə deyərlər, sizdən asılı da bizim necə deyərlər, siz bizim danışan dilimizsiniz da. Onu siz çatdırmalısınız ki, onlar görsünlər ki, o əsl klasik liderlər, öncülər, bu xalq cəbhəsinin əsasını qoyanlar, milli azadlıq hərəkatının əsasını qoyanlar kimlərdir? Yəni şübhələri var, faktlarla yoxlasınlar, televiziyanın arxivini yoxlasınlar, 26 rayonunun deməli məhkəmənin arxivini yoxlasınlar. İndi yenə deyirəm, heç bir stajı olmayan, heç bir xalqa bir xeyri dəyməyən insanlar pulun gözünə, nəyin gözünə isə özlərini reklam edirlər, siyasi dustaq alırlar, qısırlar aradan, gedirlər orada olurlar. Sədəq almağa. Vallahi heç bir kömək olmayıb mənə, heç bir, nə evimin qapısını döyüblər, nə mənim yanıma gəliblər, hər hansısa bir partiya nümayəndəsi, nə bir maddi kömək eləyiblər, nə mənəvi kömək eləyiblər. Deyirəm də mənim Emin oğlum yazıb başını itirmişdi, bilmir bura gəlsin, bilmir evə gəlsin. O da yemək, dərman zat gətirəndə yolda çıxıb o həmin Nizami Süleymanov, bandajcelin lotuları, silahlı lotuları, qoçuları yazı uşağı döyüblər, hamısını sındırıblar, eləyiblər. Tək qalır yazı uşaq başını itirir. Bu gündə də bizimlə kömək olmayıb, nə vaxt kömək olmalıyıq? O yalancı, o demokratlar var, bu xaricin qrantlarından söykənib özünü reklam eləyənlər. Hardadılar? Hər hansısa bir siyasi məhbusun qapısını döyüblər, qazamata gəliblər, azıqa veriblər, mənəvi maddi yardım göstəriblər, deyə bilərlər. Əlbəttə deyəməyəcəklər. Mən şəxsən mənə rast gəlməyib eləm. Dövlət, mən deyirəm, mən prezidentə də müraciət edirəm, bütün hüquq mühafizə orqanlarına da, MT-nə də, Daxili İşlər Nazirinə də, hamısına müraciət edirəm ki, bandajcelin bu cür qeyri-qanuni, beləncə faşistcəsinə insanların bu işgəncə verilməsinə son qoysunlar, hüququ qiymət versinlər. Valla bu bizim dövlətimizin adına ləkədir. O polis mundirini giyən o vicdanlı insanların adına ləkədir. Mən demirəm ki, bütün polis, hüquq mühafizə orqanları hamısı beləncədirlər. İçində vicdanlılar da var.
Amma xalq özü artıq hamısından qorxur artıq. Bir inanıram Alaçatdan qorxar. Bu xalqda özü xof yaradırlar bunlar. Xalqda inamsızlıq yaradırlar. Bunlar görmüşsən xalq bunlara zakazadil adın qoyub, banditadil adın qoyub. Nəyə qoyub? Narkotik satdırırlar. Silahxanalar saxlayırlar. O Dubai reisini ələ keçirdilər, başçılıq edirlər onlara, pozunu, şıllaq atan qızların o Dubaiya reisini başçılıq edirlər bunlar. Əlləliyə razborkalara gedirlər. Adını qoyurlar ki, bəs yuxarının sifarişidir. Mən bilirəm axı yuxarının sifarişidir, bunlar su istifadə edirlər vəzifələrindən. Nizami Süleymanov, mən onu da dünən hakimə sual verdim ki, mən başa düşdüm ki, bandacildən qorxursunuz. Yaxşı, bu saxta qonlarıma akademik, bu Papar Roza, bu dələduzluqla məşhur olub, o falabaxan ofislərə saxlayan, Tele Ulduz, onun bunu şərləyən, bandacilin bu işverəni, lab istəyirsinizsə, nəcür deyim sizə? Qabaq deməli, o heydə seçkilərində onu təhqir eləyən, sonra isə çıxıb deyir ki, dədəmiz gəldi, 200'lü, 300'lü bu insan. Yaxşı, bunu niyə çağırmırsınız? O da prezident aparatçısı deyirəm, onu niyə dəvət eləmirsiniz? Hələ 2012-ci ildə rəsmi sürətdə çıxıb o anəsdə Azər Cəfərovla bir yerdə məni təhqir elədilər. Onda rayondaydım, Kürdəmir rayonda bir dənə qadına bir ay vaxt qoyulmuşdu, rakdan xəstə idi. Mən onu indiyə qədər müayinə eləyirdim o momentdə onu. Dedim ki, başqa günə keçirdim, başqa gün gələrəm. Və onlara siyahı verdim ki, 300-400 dənə adamı rakın ən ağır dərəcəsindən deməli, hər tərəfə metastaz verib Türkiyədən, ondan sonra Moskvadan, Amerikadan, İsraildən qayıdıb, Tehrandan qayıtmış xəstələri bir ay ömrü qalmış. 20 ildir sağdır, nümayiş elətdir orada. Amma onlar yoxlamadan, eləmədən o Nizami Süleymanovla Azər Cəfərovun fitvalarına uyuyub, onlar bizdən ilan dili çıxardırlar, elə qələmə verirlər ki, mən daha heç həkim də deyirəm, heç diplomum da yoxdur. O faşilərdən nə desən gözləmiyorlar. MP'yə müraciət elədi, elə hazırlaşırdıq ki, biz onları məhkəməyə verək, onlar bizi qabaqladılar, bizi tutturdular. Onlar çünki hələ 2013-cü ildə Nizami Süleymanov, Azər Cəfərov deyirdilər ki, bunu tutub eləmirlər, bu milyoneri, bu fırlaqçını. Gəl mənim də evimi yoxlayaq, Nizami Süleymanovun da evimi yoxlayaq. Akademiyanın torpaqların Fərad Əliyev vasitəsilə dələduzunu ələ keçirdi, milyonlar qazanıb. Zapravkalar, deməli, bu nə deməkdir? O deməkdir ki, bu bandacil ilə belə faşilər nə iş görür da? Bandacilin deməli iş gördüyü adamlar kimdir? O dərgah Quliyev kimi, ağam olan kimi narkomanlar, bomcular, Nizami kimi maskalanmış 200'lü, 300'lü o iş verənlər. Saxta akademiklər, öz-özünə akademik verib. Paparozalar. Qadınlar birinə məşğuldur Nizami Süleymanov. Daha hansı fırlardan keçmir. Adı gələndə cəmatda gülüşdə vurur bu. İndiyə qədər nə Azər Cəfərov, nə də Nizami Süleymanov dəvət eləməyib. Yazılı sürətdə də vermişəm, müraciət eləmişəm, hətta Günəbaxan verilişini diskini də vermişəm ki, baxın görün necə rəsmi sürətdə məni təhqir eləyirlər. Hələ 2008-də, 2012-ci ildə Azər Cəfərov deyirdi ki, mən bandadakı tanışlarımla səni şəqir tutturacam. Vallahi bunlar bu çətinlik çəkirəm. Ancaq yenə deyirəm, əgər o demokratik qüvvələrin, media, o müstəqil medianın köməkliyi olsa, xarici səfirlərin köməyi olsa, biz qələbə çalarıq. Heç kim gəlmir. Deyirəm də bir dəfə sağ olsun, Gözəl xanım bayramlı gəldi, Xəzər bəy gəldi, sağ olsunlar. Mir Mahmud bəy gəlməsə də dəstəklədiyini bildirdi. Ancaq başqaların heç kim, nə İskəndər bəydə, nə digər o, necə deyərlər, klasik liderlərdən cəhbə yoldaşlarımdan heç bir hələ ki gəlib çıxmır, səsini də çıxartmırlar. Mənə təəccüb gəlir bunlar. Amma dünənki uşaqlar, malakası uşaqlar heç nə üstündə görsən ki, bir dənə dəyməklə fotosunu çəkdirdi, elədi, çıxdı, ulduz oldu. Mən o gəzləri qılamıram ha, çünki gəzlərin də elə gəzlər var ki, doğudan da onlar alqışlamalıdır. Bütün iftira qurbanlarının Allah qapısını açsın, istəyir klasiklərin, istəyir cavanların, bu haq yoludur, bu müqəddəs yoldur. Onların Allah Taala hamımızın qapısını açsın, qoy xeyir şər üzərində qələbə çalsın.
demokratik qüvvələri birliyə çağırıram, milli birliyə çağırıram. Dinindən, məzhəbindən, partiyasından asılı olmayaraq bu dəqiqə milli birliyə gəlməliyik. Çünki Ruslar tərəfdən, Rus imperiya tərəfindən təhlükə var. Bu dəqiqə biz birləşməliyik. Minnətdarlığımı bildirirəm sizə bir dəfə də.